Salam dostlar, gəlin bugün İslam aləmində çox xüsusi, çox bərəkətli bir zamandan danışaq. Rəcəb ayının içindəki o gözəl Leylətür Rəğaibdən, yəni bizim bildiyimiz adıyla Arzular gecəsindən. Bilirsiniz, bu gecənin adı heç də təsadüfi deyil. Deyilənlərə görə bu adı ona mələklərin özləri verib. Təsəvvür edirsiniz, bu da o deməkdir ki, bu duaların qəbul olunduğu səmavi bir əhəmiyyətə malik, həqiqətən də çox özəl bir vaxtdır. Yaxşı, bəs bugün nələrdən danışacağıq? Tez bir nəzər salaq. Əvvəlcə bu Arzular gecəsi nədir, onu aydınlaşdıracağıq. Sonra onun fəzilətlərinə baxacağıq. Ardınca o məşhur 12 rükətli namazın qaydasını öyrənəcəyik. Namazdan sonraki zikirlərə toxunacağıq və ən axırda bu ibadətin qəbirdəki o inanılmaz mükafatından danışacağıq. Yaxşı, gəlin başlayaq. Ümumiyyətlə bu gecəni bu qədər xüsusi edən nədir? Niyə bu qədər əhəmiyyətlidir? Baxın, vaxt çox dəqiqdir. Leylətür Rəğaib, yəni Arzular gecəsi, İslam təqvimi ilə Rəcəb ayının ilk cümə axşamı gecəsidir, yəni cümə gününə keçən gecə. Elə Peyğəmbərimizin özü sallallahu aleyhi və aleyhi və səlləm bu barədə çox aydın şəkildə buyurur. Bu hədis əslində hər şey deyir. Bu gecəyə nə qədər ilahi diqqət ayrıldığını və mənasının nə qədər dərin olduğunu birbaşa göstərir. Yaxşı, bu gecənin əhəmiyyətini anladıq. Bəs bu gecəni ibadətlə keçirənləri hansı mükafatlar, hansı fəzilətlər gözləyir? Gəlin indi də onlara baxaq. Deməli, bu gecənin fəzilətləri həqiqətən də böyükdür. Söhbət günahların bağışlanmasından, bol-bol savab qazanmaqdan gedir. Amma çox vacib bir məqam var. Bu mənəvi hazırlıq əslində gecə başlamır, hələ gündüzdən başlayır. Yəni, cümə axşamı gününü oruclu keçirmək çox tövsiyə olunur. Və indi gəldik bu gecənin, demək olar ki, ürəyinə, o xüsusi 12 rükətli namaza. Gəlin görək necə qılınır. Gəlin əvvəlcə ümumi bir şəklə baxaq ki, hər şey aydın olsun. Deməli, namaz şam və xiftən namazları arasında qılınır. Cəmi 12 rükətdir, amma bunlar bir-birinin ardınca deyil. 6 dənə ayrı-ayrı 2 rükətli namaz şəklində qılınır və təbii ki, hər rükətdə xüsusi surələr oxunur. Yaxşı, ümumi quruluşu bildik, indi isə gələk ən vacib detallara. Hər bir rükətdə Həmd surəsindən sonra nə oxunmalıdır? Deməli, Həmd surəsini oxuyub bitirən kimi, birinci olaraq 3 dəfə Qədr surəsini oxuyursunuz. Sonra isə hələ eyni rükətdə 12 dəfə İxlas surəsini oxuyursunuz. Baxın, bu ardıcıllıq çox önəmlidir. 1 Həmd, 3 Qədr və 12 İxlas. Və bu 12 rükətin hər birində eyni ilə təkrar olunur. Beləliklə 12 rükətli namazı tamamladıq. Amma ibadət bununla bitmir. Əslində, indi də çox güclü zikirlərlə, yəni Allahı xatırlama duaları ilə davam edirik. Namazı bitirib salamları verdiyiniz an, heç ara vermədən ilk zikrə başlayırsınız. Və bu zikir, diqqət edin, tam 70 dəfə təkrarlanır. Bu zikri bitirdikdən sonra səcdəyə gedirsiniz və səcdədə olarkən ikinci zikri oxumağa başlayırsınız. Eyni ilə birinci zikir kimi, bu da səcdə halında tam 70 dəfə deyilir. Bu əslində Allaha dərin bir bağlılıq və təslimiyyət anıdır. Birinci səcdəni bitirib başınızı qaldırırsınız, bir anlıq oturursunuz və sonra yenidən ikinci dəfə səcdəyə gedirsiniz. Və bu ikinci səcdədə üçüncü zikri deyirsiniz. Və bəli, təxmin etdiyiniz kimi bu zikirdə 70 dəfə təkrarlanır. Hətta bəzi mənbələrdə deyilir ki, bundan sonra bir daha səcdəyə gedib, yenə də o Subbuhun Quddus zikrini 70 dəfə demək daha da fəzilətlidir. Və nəhayət, bütün bu namazı, bu zikirləri bitirdikdən sonra o an gəlir. Ürəyinizdə nə varsa, nə istək, nə arzu varsa, hamısını Allaha ərz etməyin, dua etməyin vaxtıdır. Bu, o gecənin zirvə nöqtəsidir. Yaxşı, bütün bu ibadətləri etdik, bəs bunun mükafatı nədir? İndi gəlin bu əməlin bəlkə də ən təsirli, ən gözəl vədinə, yəni axirətdəki o ilahi müjdəyə baxaq. Bir anlıq gözünüzün önünə gətirin, qəbrə qoyulduğunuz o ilk gecə, dəhşətli bir tənhalıq içində, qıldığınız o namaz, nurani, gözəl bir simada sizin qarşınıza çıxır və deyir ki, dostum, sənə müjdə olsun, hər çətinlikdən qurtuldun. O andakı heyrəti, o təəccübü bir düşünün. Hədisdəki o diyaloq bunu o qədər gözəl ifadə edir ki, insan təbii ki soruşur, sən kimsən, mən ömrümdə səndən daha gözəl bir üz görmədim, sənin sözündən şirin söz eşitmədim. Bu, həqiqətən də təsəvvür ediləcək ən möhtəşəm qarşılaşmadır. Və cavab gəlir, o nurani sima deyir ki, mən sənin Rəğaib gecəsi qıldığın namazam. Gəlmişəm ki, bu tənhalığında sənə yoldaş olum. Baxın, bu mükafatın özüdür. Sizin etdiyiniz əməl, qıldığınız namaz əbədi bir dosta,
əbədi bir təsəlli mənbəyinə çevrilir. Beləliklə, bu mübarək arzular gecəsinin astanasında gəlin bir anlıq dayanıb özümüzə bu sualı verək. Mənim qəlbim həqiqətən nə istəyir? Bu gecə Allahdan diləyəcəyim ən səmimi arzum nədir?